Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif İzzə Nəşriyyatının monitorinqlərə hazırlıq kitabındakı tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 42-dəyik. Monitorinq 4-ün riyaziyyat suallarını həll edəcəyik. Bundan əvvəlki videoda isə Azərbaycan dili suallarını həll etmişdik. 31-ci suala baxırıq. Verilmiş ifadənin qiymətini hesablayın. Biz bilirik ki, əvvəlcə vurma və bölmə həll olunur, sonra isə toplama çıxma. Burada əvvəlcə bölməni yerinə yetirəcəyik. 4-ü 4-ə bölərik 1, 6-ın içində 4 bir dəfədir, 28-in içində 7 dəfədir. Üstə gəl, indi vurmanı yerinə yetirək. 2-ni 5-ə 10, 4-ü 5-ə 20, 1 yadda 21, 2 yadda, 5-i 1-ə 5, 2 də yadda 7. İndi bunu toplayaq, eləyir 827. C variantı. Verilmiş ifadənin qiymətini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Burada da əvvəlcə vurma bölmə yerinə yetiriləcək, ən sonunda isə bölmə, daha doğrusu toplama. Vurmadır, 3-ü 8-ə vuruq 24. 3-ü 4-ə vuruq 12, 2 yadda 14. 3-ü 2-yə vuruq 6, 1 yadda 7, 3-ü 3-ə vuruq 9. Üstə gəl, indi bölməni yerinə yetirək. 46-ın içində 5, 9 dəfə, 17-nin içində 3 dəfə, 25-in içində 5 dəfə. İndi bunu toplayaq. 9, 7, 16, 10. Və demişdik ki, qiyməti yüzlüklərə qədər yuvarlaqlaşdırın. Yüzlüyümüz 6-dır. 6-dan sonra böyük rəqəmdir. Ona görə 6 bir vahid artacaq. Olacaq 7, digərləri sıfırlanacaq. 10.700, o da A variantındadır. Verilmiş ifadədə ən son yerinə yetirilməli olan əməl hansıdır? Biz bilirik ki, əgər ifadədə mötərizə varsa, əvvəlcə mötərizə yerinə yetirilir. Sonra vurma yerinə yetiriləcək, bölmə yerinə yetiriləcək. Ən sondakı isə buradakı toplama yerinə yetiriləcək. C variantı. Boşluqlara hansı müqayisə işarələri yazılmalıdır? Əvvəlcə mötərizəni hesablayırıq. 45-in üstünə 36-nı gəlirik. Bu eləyir 81. 81-i də 9-a bölürük 9. Digər ifadəni hesablayaq. 114-ü 3-ə bölək. 11-in içində 3 dəfə. 24-ün içində 8 dəfə. 38-dən də 29 çıxanda 9 eləyir. Deməli, bunların cavabları bərabər oldu. Bura baxaq. Yenə mötərizəni həll edirik. 3 eləyir çıxma. 432-ni 3-ə vuraq. 6, 9, 12, 1296 elədim. Burada toplamanı yerinə yetirsək, deməli 230 eləyir. 230-u 8-ə vursaq, 24, 16-nı 18, 1840. 1840 böyükdür 1296-dan. Bərabər və kiçik işarəsi A variantı. İfadəsi ilə ifadəsinin qiymətlərinin cəmini tapın. Əvvəlcə burada bölməni yerinə yetirəcəyik. 13-ün içində 4, 3 dəfədir. 17-nin içində 4 dəfədir. 16-nın içində 4 dəfədir. 8-in içində 2 dəfədir. İndi çıxmanı yerinə yetirməliyik. Bundan bunu çıxaq. Təklikləri çıxaq. 8-dən 2, 6. 7-dən 4, 3. 13-dən 4, 9. 4-dən 3, 1. İndi digər ifadəni hesablayaq. Burada birinci vurmanı yerinə yetirəcəyik. 33 yadda. 42, 3 yadda 45, 4 yadda. 6-nı 3'ə 18, 4 yadda. 22, 2 yadda. 6-nı 2'yə 12, 2 də yadda 14. İndi üstünə gəlməliyik bu ifadəni. 9, bu ədədi daha doğrusu. 9, 9, 2, 6, 2. 26.299. İndi bunları toplamalıyıq. Bu cavablarım. Toplayaq. Təklikləri toplasaq 9 ilə 6, 15, 1 yadda. 3 ilə 9, 12, 1 yadda 13, 1 yadda. 9 ilə 2, 11, 1 yadda 12, yenə 1 yadda. 1 ilə 6, 7, 1 yadda 8, 10 minlikdə də 2 var. 28.235 A variantı. Hansı bənddəki tənliyin kökü tək ədəddir? Burada x-i tapmaq üçün 48-i 6-ya bölərik. 8 eləyər, cüt ədəddir. Bu deyil. 81-i 9-a bölərik. 9 eləyər. Bəli, bu tək ədəddir. Deməli, budur. Digərlərinə də baxaq. 72-ni 9-a bölərik. 8. Burada isə
qisməti tapmalıqsa 8-i 3-ə vurarıq 24. Bu da cüt ədəddir. Tənliyin kökü. 37-ci suala baxaq. Tənliklərini həll edin. A vur B hasilini tapın. Burada A çıxılanın yerindədir. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Fərqi tapmaq üçün əvvəlcə fərqi tapaq ki, burada fərqin yerində vurma əməli verilib. Bunu da vuranda 400 eləyir. 428-dən də 400-ün çıxsaq 28 eləyəcək. Burada yenə birinci buranı yerinə yetirərik. 270 eləyər. 810-u neçəyə bölsək 270 eləyər. Tapmaq üçün 810-u 270-ə bölərik. Bu da eləyir 3. Bu tənliyin kökü də 3-dür. İndi deyir A-dan B-nin hasili. A 28-dir, B 3-dür. Vururuq, cavabı tapırıq. Bu da eləyir 84. C variantı. 38-ə baxırıq. Tənliyində x-in yerinə yazılacaq ədəddən 125 vahid böyük olan ədəd neçədir? Əvvəlcə 18-i 8-ə vurmalıyıq. 64 6 yadda, 8 6 yadda, 14. 144-ə bərabər olmalıdır bunun cavabı. Bunu tapmaq üçün 432-ni 144-ə bölərik. Bu da eləyər 3. 3-ü 4-ə 12, 1 yadda, 3-ü 4-ə 12, 1 yadda 13, 3-ü 1-ə 3, 1 yadda 4. Deməli, x-in yerinə yazılacaq ədəd 3-dür və bundan 125 vahid böyük deyirsə, 3-ün üzərinə 125 gələndə 128 eləyəcək. D variantı. Tənliyi həll edin. Burada əvvəlcə 5 vurulsun n nəyə bərabərdir onu tapırıq. 5 vurulsun n burada məchul toplananın yerindədir. Yəni 1260-ın üzərinə bu hasili gəlib 1575 eləyibsə, biz əvvəlcə 1575-dən çıxacaq 1260-ı. Deməli 5 vurulsun n bərabərdir. 5, 1, 5-dən 2, 3, 315-ə n-i indi tapa bilərik. Burada n məchul vuruğun yerindədir. 315-i 5-ə böləcəyik. Bu deyəcək 63. D variantı. Hansı bənddəki ədədlər müəyyən qanuna uyğunluqla düzülmüşdür? Baxaq görək. Burada nə var? 1-in üstünə 2 gəlib, sonra 4 gəlib, sonra 2 gəlib, sonra 6 gəlib. Olmadı. Burada nə edibdir? 4 gəlib, 4 gəlib, 4 gəlib, 4 gəlib. Bəli, burada bir qanuna uyğunluq var. Burada nə edib? 1 gəlib, 2 gəlib. Sonra 8, sonra 4. Burada heç bir qanuna uyğunluq yoxdur. Burada 4, sonra 2, sonra 3, sonra 6. Burada da qanuna uyğunluq yoxdur. Hansı bənddəki ədədlər arasında müəyyən qanuna uyğunluq yoxdur soruşur bu dəfə. Burada nə edibdir? Burada ədədlər artıb, deməli vurmadan istifadə olunubdur. 3-ü 10-a vurub üzərinə 3 gəlsək, elə olar, amma sonra 13-ü 10-a vuranda olmayacaq. 3-ü 5-ə vurub 2 çıxa bilərik. 13-ü 5-ə vursaq, amma çox böyük olur, alınmır. 4-ə vurub üzərinə 1 gələ bilərik. 3-ü 4-ə vuranda 12 eləyir, üzərinə 1 gəndə 13 eləyir. 13-ü 4-ə vuranda 52 eləyir, üzərinə 1 gəndə 53 eləyir. 53-ü 4-ə vuranda 212 eləyir, bəli. Və üzərindən də 1 gəlir, 213 eləyir. Bəli, buradakı qanun uyğunluğumuz budur. 4-ə vur, üstünə 1 gəl. Digərinə baxaq. 9, 16, 30, 58. 2-yə vurub, 9-u 2-yə vursaq, 2 çıxsaq olar. Bəli, deməli 9-u 2-yə vururuq. Sonra 2 çıxırıq. 16-nı 2-yə vuranda 32, 2 çıxanda 30. 30-u 2-yə vuranda 60, 2 çıxanda 58. Deməli, burada da var. Burada baxaq. Burada 2-yə vursaq, 5-i 2-yə vursaq, sonra 1 çıxsaq olur. 9-u da 2-yə vursaq 18, 1 çıxsaq 17. 17-ni 2-yə vuranda 34 eləyir. Burada da 34 yazılıb, amma 33 yazılmalıydı. Deməli, burada yoxdur. Burada görək nə qanuna uyğunluq var. 2-yə vurub burada 8-i 2-yə vurarıq 16, 3 çıxarıq 23. 23-ü 2-yə vuranda, daha doğrusu 13. 13-ü 2-yə vuranda 26, 3 çıxanda 23. 23-ü 2-yə vuranda 46, 46-dan da 3 çıxanda 43. Deməli, bunda da var. 5 çıx və 4-ə vur qaydası ilə düzülən ədədlər hansı bənddədir? 10-dan 5 çıxanda 5 eləyir. 5-i 4-ə vuranda 9 eləmir.
16'dan 5 çıxanda 11 eləyir. 4 yox, ardıcıl deyir. Yəni əvvəlcə 5 çıxmalıyıq, sonra 4-ə vurmalıyıq. Yenə də A variantı uyğun gəlmir, çünki ondan 5 çıxanda 9 eləmir. Amma bu uyğun gəlir. 16-dan 5 çıxanda 11, 11-i 4-ə vuranda 44, 44-dən 5 çıxanda 39 alındı burada. Digərlərində yoxlayaq, 12 üzərinə, daha doğrusu 12-dən 5 çıxanda 28 eləmir. Burada da 8-in üzərinə 5, 8-dən 5 çıxanda 12 eləmir. 43-cü suala baxırıq. Olarsa ifadəsinin qiymətini tapın. Yəni A-nın yerinə 504 qoymalıyıq və bunu 9-a bölməliyik. 9-a böləndə 50-nin içində 9 5 dəfədir. 54-ün də içində 6 dəfədir. B 234-dür. 234-ü də 3-ə bölməliyik. 23-ün içində 7 dəfədir. 24-ün içində 8 dəfədir. Sonra bunları toplamalıyıq. 56-dan 78-i 14, 13, 134 elədi mötərizənin cavabı. Sonra bunu 2-yə bölməliyik. Deməli 67. Bunun da üzərinə 48 gəlməliyik. 15, 11, 115 C variantı. Ədədlərin düzülüş qaydasını müəyyən edin və növbəti 3 ədədi tapın. 3, 13, 43. Burada nə edibdir? Əvvəl 10 gəlib, sonra 30 gəlib. Və yaxud da necə deyə bilərik burada? Elə o cür baxsaq, bura 10 gəlib, bura 30 gəlib. 10-u neyinib? 3-ə vurub 30 olub. 30-u da 3-ə vurarıq. 90. Deməli, indi 90 gəlməliysə, 43-ün üstünə 90 gəlirik. 133 eləyir. Sonra 90 gəlmişiksə, 90-ı da 3-ə vururuq. 270 gəlməliyik. 133-ün üzərinə 270-i gələk. 3, 10, 3, 403. Sonra 270 gəlmişiksə, bunu da 3-ə vururuq. Deməli, 21, 2 yadda, 6, 2 yadda 810 gəlməliyik. 403-ün üzərinə 3, 1, 1213. Bəli, yazdığımız ədədlər A variantında verilibdir. Yəni, üzərinə gəldiyimiz ədədi hər dəfə 3 dəfə artırdıq. Parkda X sayda qız, Y sayda oğlan var. Ceyran uşaqların hər birinə 4 ədəd şar verdi. Ceyranın uşaqlara verdiyi şarların sayını hansı ifadə ilə göstərmək olar? Deməli, hər birinə 4 ədəd şar veribdir. Biz uşaqların sayını tapmaq üçün X ilə Y-ni toplayarıq. Qızlarla oğlanları toplayarıq. Uşaqların ümumi sayını taparıq və hər birinə 4 ədəd veribsə, bunu da 4-ə vurarıq. Deməli, bu da A variantına verilib. 2 yeşikdə cəmi 205 kiloqram tərəvəz var. Bir yeşikdə o birindən 49 kiloqram çox tərəvəz var. Tərəvəzlərin çəkisi çox olan yeşikdə nə qədər tərəvəz var? Bunu tam hissə modeli ilə həll eləyəcəyik, tənli ilə. Çünki heç bir yeşiyi bilmirik. Birinci yeşik, ikinci yeşik. Birinə X qoysaq, biri digərindən 49 kiloqram çoxdursa, digəri X üstəgəl 49-dur. Və cəmi 205 kiloqram kartof var. Tərəvəz, kartof hardan çıxdı bilmirəm. İndi tənlimizi yazırıq. X üstəgəl 49 bərabərdir 205-ə. X-ləri toplayırıq. Burada 2X var. Bərabərdir. 205-dən 49-u geri gəliriksə, əməlin əksini eləyirik, çıxırıq. 205 çıxılsın 49. O da bərabərdir. 15-dən 9, 6. 9-dan 4, 5. Burada da 1 qalıb. 2x 156-ya bərabərdirsə, 1x-i tapmaq üçün 156-nı 2-yə bölürük. Bu da edir 78. Biz az olanı tapdıq. Bizdən isə çox olanı soruşur. Deməli, az olanda 78 isə digərində bundan 49 çoxdursa, 78-in də üzərinə 49-u gəlirik. 17 1 yadda, 11 1 yadda, 12 127 B variantı. Mavi qutu 150 qram şirniyyat, qırmızı qutu 250 qram şirniyyat tutur. 3 ədəd mavi qutu, 5 ədəd qırmızı qutu alan alıcı cəmi nə qədər şirniyyat almışdı? Deməli, 3 ədəd mavidirsə və mavi 150 tutursa 3-ü 150-yə vururuq üstəgəl. 5-i də 250-yə vururuq, çünki bundan da 5 ədəd alıb. 3-ü 150-yə vuranda 450 eləyir. Üzərinə gəl 5-i 250-yə vuranda 1000 eləyir. 1000 eləmiri. Bir dəqiqə. 1250 eləyir. Toplayırıq.
11 yadda, 6 bir yadda, 7 bu da 1. 1700 yəni 1 kilogram 700 B variantı. 48'e baxaq. Biri o birindən 7 dəfə böyük olan 2 ədədin cəmi 64'dür. Bu ədədlərdən kiçiyini tapın. Bəli, bu da tam hissəyə aiddir. Tam hissə modelinə aiddir. 2 ədəddir. Heç birini bilmirik. Birinə x qoysaq, biri digərindən 7 dəfə böyükdürsə, digərinə 7 vurulsun x, yəni 7x yazırıq. Və cəm də bərabərdir 64'ə. Tənliyimizi yazırıq. X üstə gəlir 7x bərabərdir 64'ə. Bu elədi 8x bərabərdir 64'ə. X-i tapmaq üçün 64'ü 8'e bölürük. Bu eləyir 8. Biz kiçiyi tapdıq. Bizdən də kiçiyi soruşur. Böyüyü sorsaydı 7'yə vurardıq. 49-cu suala baxırıq. Şənliyə 91 qonaq gəldi. Onların bir hissəsi 7 nəfərlik 4 masaya, qalanları 9 nəfərlik masaya əyləşdilər. Qonaqların əyləşdiyi 9 nəfərlik masaların sayı nə qədərdir? 7 nəfərlik 4 masaya əyləşiblərsə, 7-ni 4'ə vurub tapırıq ki, bu 4 masaya neçə nəfər əyləşib? 28 nəfər. Ümumi 91 nəfər gəlmişdi. 91'dən bunları çıxırıq. 28'i çıxırıq. 11'dən 8, 3, 8'dən 2, 6, 63 nəfəri də 9 nəfərlik masaya əyləşibsə, 63'ü də 9'a bölüb tapırıq ki, bu masanın da sayı 7'dir. C variantı. Şərtini ödəyən ən kiçik ədədin rəqəmləri hasilini tapın. 2229'dan böyük olmalıdırsa, 2230 olur. Ən kiçik ədəd və bunların hasilini soruşursa, burada biri sıfırdırsa, vuruqlardan biri sıfır olanda hasildə sıfır olur. Bir-bir vurmağa ehtiyac yoxdur artıq. Verilmiş əməlin nəticəsini tapın. Burada vurma bölmə yoxdur, mötərizə də yoxdur, ancaq toplama çıxma var. Ona görə ardıcıl yerinə yetiririk. Fərqi yoxdur. Birinci çıxmadırsa, çıxmanı yerinə yetiririk. Toplamadırsa, toplamanı yerinə yetiririk. Yəni bəzən burada uşaqlar çaşır. Birinci toplamanı yerinə yetirirlər, sonra çıxmanı. Amma belə bir qayda yoxdur ki, birinci toplama olmalıdır, sonra çıxma. Əgər birinci nə gəlirsə, ardıcıl şəkildə toplama gəlsəydi, toplamanı yerinə yetirərdik. Burada çıxmadı, deməli birinci biz çıxmanı yerinə yetirməliyik. Yəni toplama ilə çıxmanın bir-birindən fərqi yoxdur ardıcıllıqda. İndi 4'dən 1'i çıxırıq 3. 3'dən 2'ni çıxırıq 1. 5'dən 8 çıxma olmur. 15'dən 8 çıxırıq 7. 14'dən 7 çıxırıq 7. 8'dən 3 çıxırıq 5. Burada da 6 qalıb. Bunun da üzərinə gəlirik 486'nı. 3'dən 6 9, 8'dən 1 9, 7'dən 4 11, 1 yadda, 5'dən həmin 1 6, bu da 6. 66199. Hardasa səhv elədim. Belə fikirləşirdim bu böyük rəqəmləri görəndə ki, səhv eləyəcəm. 4'dən 1 çıxdıq 3. 3'dən 2 çıxdıq 1. 15'dən 8 çıxdıq 7. 14'dən 7 çıxdıq 7. Sonra neynədik? Burada 8 qalıb. 8'dən 3 çıxdıq 5. Çıxma düzdür. Bəs harada səhv eləmişik? 3'dən 6 9. 1'dən 8 9. 7'dən 4 11. 1 yadda. 5'dən 4. 5'dən 7'dən 4 11. 1 yadda. 5 niyə yoxdur düzgün cavab burada? Hə, səhv bildim. Buradakı 7'ni mən nəzərdən qaçırmışam. 7 ilə 4'ü topladıq 11 1 yadda. Sonra keçmişəm 5'ə. Burada bir 7'miz də var axı. 7 ilə həmin yadda qalan bir 8. Bu 65'də olduğu kimi qalır. 658.199 C variantı. Ədədini 3'ə böldükdə alınan qismətin hansı mərtəbə vahidinin sayı 8'dir? Bölək. 20'nin içində 3 6 dəfə. 24'ün içində 8 dəfə. 1 bölünmür 0 yazırıq. 12'nin içində 4 dəfə. 6804. Və deyir, hansı mərtəbə vahidinin sayı 8'dir? 8 buradadır. Yüzlüyün sayıdır. D variantı. 53'ə baxırıq. Olarsa ifadəsinin qiymətini tapın. Burada x məchul toplananın yerindədir. Məchul toplananı tapmaq üçün cəmdən hər zaman məlum toplananı çıxırıq. 2110'dan 768'i çıxacaq. Ondan 8 2, ondan 6 4, ondan 7 3, 342. X 342. İndi burada qoymalıq yerinə 342'ni vururuq 8'ə. 16 1 yadda, 32 1 yadda, 33 3 yadda, 24 3 yadda, 27 2736. Bunun da üzərinə gəlməliyik 324'ü.
10 bir yadda, 5 bir yadda 6, 11 yadda 3, 3060 A variantı. 3 qardaşın cəmi 80 manat pulu var idi. Birinci qardaşın 18 manat, üçüncü qardaşın isə bundan 28 manat çox pulu var. İkinci qardaşın pulu neçə manatdır? Birinci qardaşı bilirik 18. Üçüncü qardaşı taparıq. Üçüncü qardaş deyir bundan 28 çoxdur. Üzərinə 28 gələrik. Bu eləyər 46. İndi birinci qardaşla üçüncü qardaşın birlikdə pulunu taparıq. Birinci qardaşda 18'dir, üçüncüdə 46'dır. Bunu toplayırıq, eləyir 64. Üçün birlikdə 80 olduğuna görə 80'dən də 64'ü çıxsaq, bu ikisinin pulun cəmini çıxsaq, qalacaq digər qardaşının pulu. Bu da eləyir 16 B variantı. 46-cı səhifəyə keçdik, 55-ci suala baxırıq. Verilmiş ədədlər hansı qanuna uyğunluqla düzülmüşdür? 12'ni 2'ye vurarıq 24, üzərinə 2 gələrik 26. 26'nı 2'ye vurarıq 52, üzərinə 2 gələrik 54. 54'ü 2'ye vurarıq 108, 2 gələrik 110. 110'u 2'ye vurarıq 220, üzərinə 2 gələrik 222. Deməli 2'ye vur, 2 əlavə et C variantı uyğundur. Uzunluğu 90 metr olan ağacı 5 yerdən bərabər hissəyə böldülər. Buna görə bir hissə ağac neçə metr oldu? Əgər 5 yerdən bölüblərsə, deməli 6 hissə alınıb. Çünki hissələrin sayı kəsilənlərdən bir vahid çox olur. Məsələn, biz bunu ağac kimi fikirlərsək, bir dəfə kəssək, gördüyünüz kimi 2 hissə alınır. 2 dəfə kəssək 3 hissə alınır. Burada da 5 hissə alınıbsa, deməli 6 dəfə kəsiblər. Ona görə 90'ı 6'ya 5 yerdən bərabər hissəyə böldülər deyir. Bəli, 6'ya bölürük bir hissənin uzunluğunu tapmaq üçün. Bu da eləyir 15 B variantı. 57-ci suala baxaq. Yüzlüklərə qədər yuvarlaqlaşdıranda 7200 alınan ən böyük ədədlə 7'nin hasili 55.000-dən neçə vahid kiçikdir? Yüzlüyə qədər yuvarlaqlaşdıranda 7200 alınsın. Ən böyük deyirsə, minlik onsuz da 7 olacaq. Yüzlüyə ən çox 2 yaza bilərik. 2'nin yanına kiçik rəqəm yazmalıyıq ki, 2 olduğu kimi qalsın. Amma kiçik rəqəmlərin ən böyüyünü yazırıq, yəni 4 yazırıq. Təkliyə isə ən böyük rəqəmi yazırıq. Bu onsuz da təsir eləmir yuvarlaqlaşdırmaya. Deməli 7249 da həmin ədəd. Bununla 7'nin hasilidir. Deməli 7'yə vururuq. 63 6 yadda, 28 6 yadda, 34 3 yadda, 14 3 yadda, 17 1 yadda, 49 1 yadda, 50. İndi bu deyir 55.000-dən neçə vahid kiçikdir tapmaq üçün 55.000-dən də çıxırıq 50.743'ü. Ondan 3 7, 9'dan 4 5, 9'dan 7 2, 4'ten 0 4. 4257 A variantı. Yeşikdə müəyyən sayda alma var idi. Almalar Elvin, Nəzrin, Ayla və 6 daha şagird arasında bərabər paylandı. Hər şagirdə 13 alma düşdü. Əvvəl yeşikdə neçə alma var idi? Deməli, hər şagirdə 13 alma düşüb. Baxaq neçə nəfərdir? Elvin, Nəzrin, Ayla 3 və 6 daha şagird 9. 9 şagird hər birinə 13 alma düşübsə 9'u 13'e vurub tapırıq. 27, 9, 2 də yadda 11, 117. 59'a baxaq. Uzunluğu 1230 cm olan lent bir neçə bərabər hissəyə bölündü və hər hissənin uzunluğu 5 cm oldu. Lent neçə hissəyə bölündü? Bunun üçün 1230'u bölməliyik 5'ə. 12'nin içində 5 2 dəfədir, 23'ün içində 4 dəfədir, 30'un içində 6 dəfədir. 246. Ədədlərin düzülüş qaydasını müəyyən edin və ikinci ədədlə 6-cı ədədin cəmini tapın. Baxaq, 237-dən sonra 262 gəlibsə, 12'dən 7 çıxanda 5, 5'dən 3 çıxanda 25. Deməli 25 gəlib üzərinə. Bunun da üzərinə 25 gəlsə bu eləyər, bunun da 25 gəlsə bu eləyər. Deməli 25 artırsa, biz də 312'nin üzərinə 25 gəlirik. Bu eləyir 337. Bunun da üzərinə 25 gəlirik. 12 1 yadda 5 1 yadda 6 362 6-cı ədədi tapdıq. Bundan cəm deyirdi. İkinci ədədimiz 262'dir. 6-cı da 362'dir. Bunları toplayaq.
4, 12, 624. Bəli, 30 sualın sonuna gəldik, çatdıq və beləliklə monitoring 4-ü də bitirdik. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.